Ana mən ova marketdəyim. Başqa nə lazımdır gələndə alım? Bala bir də düyə alarsan. Ol, sağ. Deyən görüm ya. Anam dedi düyü al. Bilmədim. Uzun düyü deyir, yumru düyü deyir. İncə danışdıq, adboylaşdıq. Sana nə oldu? Adboy verdi, ürəyin getdi. Bu arvad hara getdi? Hara getdi bu telefonu götürmür? Bir dənə bu telefonu götürsəydi mən işimi bilərdim də. Ana, amma mən sana 2 saatlı zəng vuram. O telefonu götür də bəs. Zəng vurmusan? Nə bilim səndən danışdım, telefonu qoydum o bir otağa, gəldim qabları yuyum. Ana, bəs sən mənə dedin ki, düyü al. İndi mən bilmirəm ki, yumru düyü istəyirsən yoxsa uzun düyü istəyirsən. Zəng vuran telefonu da götürmüşsən. Hansından aldın? Heç birindən. Nil ikisindən də alardın da, işlənən şeydir. Belə də ki, narahat olma, qonşuluqdadır da Oba market, dünyanın axırında deyir, düşüb alarıq. Ana, indidən belə bax belə eləyirik. Səndə də Oba Plus'un mobil tətbiqi var da. Ana, bax gəlirsən Oba Plus'un mobil tətbiqinə. Oba marketdən nə almaq istəyirsənsə, onları seçirsən, atırsan səbətə və vəssalam. Mənlə paylaşırsan, mən də evə gələndə nə lazımdır alıb gəlir. Nə sən mənə zəng vurursan, nə mən sənə zəng vururam ki, sən telefonu götürmürsən.